kəsə. Salamlar. Yeni ilin ilk həftəsinin ən yaxşı mahnılarını təqdim etməyə gəlmişik. Bu həftə bizim hit paradda nələr baş verib, hansı mahnılar daha çox baxış toplayaraq önə keçib, bütün bu sualların cavabını hit paradımızı sona qədər izlədiyiniz zaman məlumatlı olacaqsınız. Ona görə də sözü uzatmadan keçək elə hit paradımıza. Respublikanın xalq artisti Flora Kərimova və Samir Bağırov çox gözəl bir mahnı ərsəyə gətiriblər. Mahnı Ölmədən öncə adlanır və ilk həftəsi üçün 101.406 baxış toplayaraq 10-cu pillədədir. Boş verin dertlerinizi, bu dünya her birimizin. Kucaklayın sevdiğinizi ölmeden önce. Bu hayat boşa vakit yazır, dertleri boşamak lazım. Doya doya yaşamak lazım. Ölmeden önce boş verin dertlerinizi. Bu dünya her birimizin. Kucaklayın sevdiğinizi. Kazımcan yeni mahnısı olan Günahkaram mahnısı ilə bizim hit parada daxil olub. Mahnı ilk həftəsi üçün 141.457 baxış toplayıb. Maraqlıdır. Bu musiqidə Danış Mənimlə kimi rekordlar qıra biləcəkmi? Sevənmədik biz, bir-birimizi doya doya hiss etmədik biz. Güvənmədik duya duya, düşünmədik biz. Xatirələr oya oya, heç bilmədik biz. Qəlblər belə tez soyuyar. 8-ci pillə Respublikanın əməkdar artisti Xumar Qədimova Əfəndi mahnısı ilə bu həftə bizim hit paradda yer alıb. Onun möhtəşəm ifası 143.358 baxış toplayıb. Ey mənim sevgili yarım əfəndim, mən səni çox sevdim, sənə güvəndim. Sən mənim başımın tacı olalı, bu həyat gözümdə oldu mənalı. Sən mənim başımın tacı olalı, bu həyat gözümdə oldu mənalı. Əfəndim. Aygün Kazımova Canon ilə bu həftə 7-cidir. Mahnı hələ də sevilir və bu həftə üçün 156.500 baxış toplayıb. Günlerin bir günü bir gece yari benim karşıma çıkarmıştım gece yari. Bir defa güldün yayıldı kanıma, dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol candan canıma, halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma. İlin ən yaxşıları arasında yer alan Namiq Qasımov Bəsimsən mahnısı ilə 2026-cı ilin ilk həftəsində də aktualdır. Musiqi bu həftə 158.234 baxış toplayıb və hit paradımızda 6-cıdır. Danışım sənin məhəbbətindən, sevgiyə, hisslərə diqqətindən. Məni hər anı bəladan, dərddən qoruyan güclü məhəbbətindən. Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən. Mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən. Sənə oxunan mahnılarında sözümsən, səsimsən. Ona görə mənim həyatımda təkcəsən. Bu həftə hit paradımıza daxil olan Zamiqdir. Onun möhtəşəm səsi və həzin musiqisi bu həftə bizim hit paraddan yan keçməyib. Gözləyirəm adlı mahnı bu həftə 167.221 baxış toplayıb. Mən səni sahillərdən izi gözləyən kimi çağırıram duy səsimi. Həsrətin çox üzür sevən qəlbimi. Bu həftə hit paradımızda 4-cü pilləyə sahib olan Roza xanımdır. Onun ən son ifası olan Qal Salamat yanvar ayının ilk həftəsi üçün 187.422 baxış toplayıb. Gedirəm, qürurumu əymə, darıxanda qapımı döymə. Sənə zəifim var, öyünmə, xahişim var, dönmə.
Koptu ellerim sevgimizden, koptu kalbimiz simlerinden. Doldu vaxtımız, getmeliyəm, qal salamat. Həftə ərzində ən çox izlənən mahnılar arasında 3-cü pillənin sahibi Brilliant Dadaşova və Ayseldir. Onun ifa etdiyi Ayrı Düşdük mahnısı bu həftə nə az nə çox 256.437 baxış toplayıb. Ağlımda min bir suallar geceden sehre, boşlukta yiten cevaplar beraber zehre. Tekrar tekrar gönderdiğim ünvansız mektuplar, tek senli hatireleri yadıma salarlar. Ayrı düştü gözlerimiz, önlerimiz ayrı düştü. Həftənin ən yaxşı yeniliyi isə Röya və Elçin Cəfərovdan gəlir. Onların ifa etdiyi Can mahnısı bu həftə 1.116.962 baxış toplayıb. Bu duet şəhərə səs salmağı bacardı və hər kəs tərəfindən də sevildi. Dinləyək və musiqimizdən zövq alaq. Sen inan gördüğüm anda yürek durdu bir anda. Aşık oldum ay Allah, can ne güzelsen. Sana sevdamı vermişem sen, ne güzelsen. Gene rüyamı görmüşem sen, ne güzelsen. İnan gördüğüm anda yürek durdu bir anda. Aşık oldum ay Allah, can ne güzelsen. İlin ilk həftəsinin qalibi yenidən Roza Zərgərlidir. Onun ifa etdiyi İstədi mahnısı bu həftə üçün nə az nə çox düz 1.235.436 baxış toplayıb. Roza xanımın son açıqlamalarına əsasən bu il bizi daha möhtəşəm və fərqli işlər gözləyir. Bizə isə izləmək və nəticələri sizinlə paylaşmaq qalır. Hələlik isə İstədimi dinləyək. Senden sadece dikkat istedim. İstedim sevilen olum yolunu gözledim. Sevgine ihtiyacım vardı görseydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim sevilen olum yolunu gözledim. Bununla da yeni ilin ilk həftəsini yola saldıq. Növbəti həftə eyni saatda, eyni kanalda görüşmək ümidi ilə. Sonda isə bizi izləməyi və səhifəmizə üzv olmağı unutmayın. Hələlik!